Ben Nazım kızı. Hiç kesim yoktu. Şirva şehri yaşayam. Süpürgesi işləyirdim. Burada çıxmışam. Mən də bu həki yerdəyik. Dedi bura mənimdir. Burada yaramışam. Mən imkanlıyım. Miriyəm. Adım Mirah Başlı. Mən Miri deyirlər. Işıqlardaram. Əlim ayağım hər yer çatır. İmkanlıyım. İcarədən almışım dururam. Sən işe koy, bir de yanarsa konuşa. Bana işe verdi, ki pul versen. Dedim lafı olan kalan ben 5 yıl yolcuna yıkmışım ama orada 5 şey işte. Şöyle pulum de. Şimdi arkadaşlar pulu ver $100. Şimdi de bu adam diyorum, gitmişim idareye Mehriban Kamyan'la. Şimdi Mehriban Kamyan'la aynı bir şey çıkarım diyor, bu ne lakma, bu ne işe çıkmak. Şimdi bakın ben müziğe pul vermişim, müziğe pul ne verirsin, şimdi ki verirsen pul veriyorlar. Bir de diyeyim ben pulumu diyor, aynı bir vereceğim, aynı bir vereceğim, aynı bir de geldi, çeşitliğin ikinci ayda ben pulumu veririm. Mağazın ömürüm, onu yolcuna yapmışım. Kampus, süpürgesi, yol süpürgesi. Öz süpürgesi bana. 17 işlemişim orada. Ağa Eveşten Nazır kızı. Şirvan şehrinde Şirin Şükrü. Benim mükemmel ihtiyacım var. Ben pulumu göster başladı. Ben çok misafir edeyim. Ama sen başladın, ben sana demedim aynı bir 4 günden sonra. Ay indi bir daha lazım da bana. İhtiyacım var. Ama ben bu defa halden sapımı ne kadar da danıştım neyse. Ya ben şahane benim bir daha çapını. Vallahi sen barın ödü verdim ben ayın biri maşallah. Aynı biri. Ayın biri de Kenan ayın biri diyelim. Ayın 27'de 28, 29, 30, 31. Ha. 3 günden sonra pulunu veririm. Bir nereden şurada? Her gibi ya ne Allah sana fırlıyorsan iyi hamur diye Allah sana kısa. Ama ben kimi anlatmışım? Ben bana de hamur sana şikayetiyim bir de hamur Allah'dır. Kim şikayet? Ben ne bileyim kim şikayet. Ben ne bileyim. Ay kullandı. Ben de ihtiyacım var ben hamur istiyorum ben pulumu verir. Bir dakika diye. Sen Biri. Al biri. Ha biri. Ne dedim ki ben bir sen şaka ben geçtim idareye Mehriban'ın yanına. Dedi idare ne oldu idare bağlanır. Ne deseler her 5 manat vermişler ben pulumu geçmiş. 500 manat. 5 numara kadar 5 numara başladı. Sen bana gece de sen gelmişsin her geçmiş var diye. Dedim yokum diye geçmiş var. He bir de evde olacağım. Gel. Səmədova Təranə Qürbət qızı. Mən özüm Şirvanda yaşayıram, məscidin yanında oluram. Mən ədyal, pastel, belə şeylər satmışam. Könülə. Gəlmişəm bunlara, könüldən 26 manat borcu vardı, onu alın. Dedi, mən verirəm ona. Qoşuldu mənə, çıxdıq, getdik, dedi, mən də gəlirəm. Gəldi, oturdu, dedi ki, kimdə borcum var, mən sənin pulları alacağım. Eşitmişəm, sənin borcum var, zəifliyindən, fağırlığına istifadə ediblər, vermirlər. Mən sənə köməkli eləyəcəm. Mən də dedim, yaxşı. Sonra səhəri gördüm, gəldi, qayıtdı mənə dedi ki, mənim benzinim qutarıb, maşın gəlib, bu da qapının ağzındadır. Mənə 3 manat pul ver. Dedi, mənim pulum yoxdur. Sonra qayıtdı, dedi ki, dedi, mənim pulum zadım yoxdur. Mən adan gətirmişsən evə, mən başsız qadınam, mən tək tənha qalıram bu evdə. Qayıtdı, dedi ki, yox, heç olmasa 3 manat. Məndə dedi, mən çörək puludur, getdi mənə 80 qəpik verdi, o 3 manatdır, döşəyi belə qaldırıb, götürəndə bu pərdənin dalından görür. Dedi, mən sustamışam, məni allada sustamışam deməklə, yəni mən gedim çay hazırlayım. Getdim çay hazırladım, gəldim gördüm çıxıb çölə. Gəldi, oturdu beləncə, özüm belə mülayim göstərdi, qələmə verdi. O 11.825 manat boymuş, ocağa boyun almışım, gedərəm. Qoymuşdum ora. Neysə, qayıtdı mənə dedi ki,
O mənə qayıtdı dedi ki, bıçağı uzatdı mənə. Dedi ki, gedək kəbin kəsdirək. Gedim mən səni öldürəcəm, səni basdıracam. Səni belə hədəliydi məni. Hədəliydi, balta da var, doğrayarım, yığaram səni müşoxa, tökərəm Şirvan kanala. Səni öldürəcəm, sən yaşamayacaqsan. Mən də ondan qorxurdum, nə gəldi, heç də eləyə bilmirdim. Mən heç kəsə deyə bilmirdim. O demişəm çay getməyə gəlib, pulu götürüb çıxıb gedib. Boyun alımı. İndi eşidirəm ki, orada burada yeyir, içir, maşının kraskalayır. Ondan sonra pis vəziyyətdə mən dolaşığım pisdir. Bir anda mən fırlanıram. Elədi ki, dedi ki, mən pulları alacam hamısını. Amma ki, mənim bura gəlməyimi bir adama desə səni öldürəcəm. Evə gəlməyi. Evə gəlməyi. Sonra 2 gün keçdi, pulu mən gördüm, yoxdur. Dedi, mən sənə söz demişəm ha. Pulu bir adama desə səni öldürəcəm. Mən ondan qorxum, mən onda evdən çölə çıxa bilməyəcəm. Mən əsirəm, mən 14 gündür Balinsiyada yatırım, ged həkimlərdən sonra kişmişim, Navoydaydım. Mənim qardaşım gəldi Balinsiyada, Teymur müəllimin yanına gətirib. Orada izahat vermişəm mən orada. Ondan sonra Balinsiyada yata izahat vermişəm. Şişmişim, 3 dənə sistem, dəva dərmanı yatmıyor, bax gözlərim açıq. Mən dedim, mən dindaram, Məkkədə gedib gəlmişəm. Dedi, kəbin kəsdirəm. Dedi, mənim ailə uşağım dağılıb, kəbin kəsdirəm. Dedim, yox. Nə qədər dedi, elə mən bundan uzaqlaşdım, gördüm, bu məndən əl çəkmir.